Bu gün sənin doğum günün, yığışmışıq biz evinə. Bax gör sənin övladların nə hədiyyə edir sənə. Ey məclisin səbəbkarı, Rəbbim İsa, sən gəl bizim aramıza, əyləş məclisin başında. Bu sevimli kahinin də keçib otursun yanında. Dua edib çörəyinə, şərabına, bu məclisə gələnlərə özün payla. Sənin çörəyindən yeyək, həyat suyundan içək biz. Kəlamına qulaq asaq, xoşhallanaq, əylənək biz. Bu dünyanın içkiləri ağılları başdan alar. Çörəyi də mədəsində daş tək ağırlıq yaradar. Amma sənin çörəyində bol həyat var. Şərabından içən insan hər dərdinə çarə tapar. Ona görə yığışmışıq biz evinə, bugün sənin ad gününü keçirtməyə. Mübarəkdir doğum günün, Rəbbim İsa. Nə yaxşı ki sən doğuldun gözəl ata, Rəbbim İsa. Mənim xalqım gəlsin sənin ad gününə, doğulasan xalqımızın ürəyində.